Aha, yeni mövzumuz nədir? Yeni mövzumuz toplu testində belə düşüb aldı. Məsələn, isimlərin yazılışı və tələffüzü. Yəni, həmin testlərin içində bu mövzu var. Kitabda isə bəzi ikihecalı isimlərin son saytının düşməsi bu ad altında verilir. Yəni, kitabda kim axtarmaq istəsə, təkrar edirəm, hədəf kitabında bəzi ikihecalı isimlərin son saytının düşməsi, ad bu şəkildə. Toplu testində isimlərin yazılışı və tələffüzü. İsimlərin mənsubiyyətə görə dəyişməyinin içində də bunlar var. İsimlərin yazılışı və tələffüzünün içində də bunlar var. Demək, başlayaq. Baxın, diqqət eləsəz görərsiniz ki, burada lövhədəki sözlərin hamısı iki hecalı. İstər milli sözlər, istər alınma sözlər. Sözləri qruplaşdırmışam. Milli sözləri burada, alınma sözləri isə burada yazmışam. Milli sözləri gəlin oxuyaq və diqqət eləsəz görərsiniz ki, milli sözlər daha çox bədən üzvlərimizə adlardır, bir də qohumluq bildirən sözlər. Yəni, yadda saxlamaq üçün bu şəkildə məntiqlə də tapa bilərsiniz. Yəni, testdə qohumluq bildirən sözlər bədən üzvlərimiz. Alın, beyin düzdür, bədən üzvü kimi məncə getmir, biologiyada. Tam deyə bilmərəm, mənim sahəm deyil. Yəni, bilin ki, bu da insana, bədənə, orqanizma aid olan bir şey. Alın, beyin, beyin testi düşmüşdür, uşaqlara çaşbaş salmışdır. Alınmadır mı, millidir mi? Millidir. Qarın, burun, ağız, qoyun. Qoyun heyvan boyundan söhbət getmir, qucaq mənasında. Qoyunuma sığınmışdır, yəni qucağıma sığınmışdır. Qoyun, sonra ovuc, könül, ürək mənasında, qayın, qohumluq bildirən sözlərə gəldik axır. Qayın, oğul, ağıl, burada ağılı yazmışam, bir dəqiqə. Sonuncu dərsi saat 8-dir. Həqiqə ki, düzülmə baxmazsınız. Ağıl, üstündən gedib oxunsun. Ağıl. Qoyun, oğul, ağıl, çiyin. Bir şey mən burada vurgulamaq istəyirəm. Bu ağıl sözünü gəlin belə dairəyə almaq. Çünki istisna. Ağıl sözünün istisnalığı nə? Ağıl sözü əslində alınma sözdür. Əslində. Amma biz onu milli sözlərimiz arasına daxil etmişik. Niyə? Çünki milli sözlərimizə aid etdiyimiz xüsusiyyət ağıl sözünə də aiddir. Bu bilirsiniz nəyə bənzər? Baxlara tam aydın olsun deyə. Bundan öncəki dərslərdə demişdim. Elə təsəvvür edin, deyirəm, elə bilin ki, Rus qızını Azərbaycanlı ailəsinə gəlin gətirmişik. Necə ki, gələndən sonra çalışırıq ki, bütün adət-ənənəmizə onu mənimsədək, həmin şeydir. Ağıl sözü də dilimizdə ərəb-fars dilindən gəlmə sözdür. Amma bizim milli sözlərin xüsusiyyətini götürüb artıq. O xüsusiyyəti biz burada tətbiq edəcəyik. Və testdə istisna kimi milli sözün xüsusiyyətini daşıyan alınma söz söhbət ağılına gelir. Yəqin ki, sözləri ekranı böyüdüb baxarsınız, diqqət eləsəz yenə təkrar edirəm, bədən üzvləri və qohumluq bildirən söz. Qohumluq bildirən sözlər bu şəkildədir. Könülün, qaynının oğlu ağıllıdır. Belə yada saxlaya bilərsiniz. Könülün, qaynının oğlu ağıllıdır. Könül, qayın, oğul ağıl. Belə yada saxlaya bilərsiniz, qalanı qalın məsələdir. Məsələ nəyədir? Biz bu milli sözlərimizə saytdan başlayan şəkilçilər artırsaq nə başlayır? Biz bura saytla başlayan halı şəkilçisi artırsaq, bu kökdəki ikinci hecədəki saytlər düşmür, olduğu kimi qalır, düşmür. Biz bunlara saytdan başlayan mənsubiyyət şəkilçisi artırsaq, ikinci hecədəki saytlər düşəcək. Bax, buraya yazmışam, görürsünüz, düşür. Mənsubiyyət artıranda düşür. Belə dairəyalını görürsünüz. Burada sayt səs düşür, mənsubiyyətdə düşmür. Yəni, siz bu mövzuda hal və mənsubiyyət şəkilçilərini tanımalısınız. Bu milli sözlərdə bilirsiniz ki, şəkilçilərin anonimliyi var. Eyni şəkilçi fərqli mövzuların şəkilçisi ola bilər. Məsələn, burada çiyin sözünü 2 dəfə yazmışam və ikisində də eyni şəkilçi artırmışam. İ. Bu i şəkilçisinin biri təsirli haldır, biri mənsubiyyət şəkilçisidir.
Ben bunu hardan bildim? Bakın, burada kökteki sait durur. Sözün içinde 3 sait ses var. 3 hecalı sözdür. Çi-yi-ni. Çiyin sözü bu köktür. Bakın, çiyin. Kökteki sait durur, düşmür. Demek ki bu i təsirli hal şəkilçisidir. Keçdik ikinci sözü. Bu söz çiğni. Bakın 2 hecalı söz. 2 hecalı. Y ile n'ın arasındaki sait, qapalı sait düşür. Demek ki bu sait mənsubiyyət şəkilçisidir. Demek eğer kökteki sait düşerse ona artırılan şəkilçi mənsubiyyətdir. Düşməyibsə hal şəkilçisidir. İndi testdə bunu necə salırlar? Deyir ki, hansı sözdə şəkilçinin nə olduğunu əminliklə demək olar. Əminlik sözü nə vaxt görsəz testin şərtində bilin ki, söhbət milli sözlərdən gelir. Milli sözləri cümlədə işlətməyə gərək yoxdur. Məsələn, tutaq ki, burada 2 iş şəkilçisi var da, bilə bilmirəm, mənsubiyyətli yoxsa haldır. Adətən bunu bilmək üçün biz nə edirik? Biz sözləri başlayırıq cümlədə işlətməyə, fikrimizi əsaslandırmaq üçün. Amma milli sözləri cümlədə söz birləşməsini işlətməyə ehtiyac yoxdur. Sadəcə köktəki saitə baxırsan, əgər köktəki ikinci hecədəki sait düşübsə, mənsubiyyət şəkilçisidir. Düşməyibsə, hal şəkilçisidir. Bunu əminliklə deyə bilərik. Gəldik alınma sözləri. Alınma sözlərini gəlin oxuyaq. Niyə oxuyuram? Həm gözlət daşına verin bunu. Bir dəfə baxın, böyüdün ekranı baxın. Həm də ən azından, bəlkə ola bilsin kimsə iş görür, qulaq asır. Bir oxuyun ki, beyninizə həkk olsun. Alınma sözləri, baxın, qədir, qəbir, eyib, ətir, səbir, zehin, izin, eyib, nəsil. Nəsil sözü testə düşmüşdür. Uşaqlar biraz dolaşma düşmüşdür bu testdə ki, nəsil sözü görən alınma deməkdir, alınma. Nəsil, fəsil, sətir, ömür, heyif sözü. Heyif sözü də uşaqlara çalışdığım sözlərdən biridir. Yəni, bunda səhvləri çıxıb testdə. Heyif sözünün yazılışında i var. I var. Heyif, indi bilmirdilər, heyif yoxsa heyif. Heyif, i var. Şəkil, meyil, orfoqrafiya testində bu söz düşmüşdür, meyil sözü. Yazılışında i var. Meyil yox, meyil, i var. Əsil, şeir. Əsil sözü bu arada isiz yazılanı var. İsiz yazılanı var. Əsil. Əsil bir ədat kimi gedir, bir də sifət kimi. Burada əsil sözü nəsil mənasında. Deyirsən, əsilli, nəcabətli, nəsilli köylü olmadı. Əsil, şeir, fikir, sinif, cisim, isim və s. Məsələn, nə yerdədir? Bu alınma sözlərə 2 hecalıdır, diqqət edirsiniz. Saitdən başlayan şəkilçi artıranda artıq fərq etmir. Alınma sözü üçün fərq etmir. Bu şəkilçi mənsubiyyətli yoxsa haldır. Fərq eləmir. Əgər şəkilçi saitdən başlayıbsa, mən onu bu sözü artırmışamsa, 100% ikinci hecədəki sait düşür. Biz alınma sözlərin içərisindəki şəkilçinin nə şəkilçisinin olduğunu bilməmiz üçün biz məcbur oluruz ya söz birləşməsinin içərisində işlədək ya da cümlə içərisində işlədək. Çünki başqa cür bilmək olmur. Məsələn, burada diqqət edin. Baxın, ın şəkilçisi. Burada da artırmışam, burada da artırmışam. Burada yazmışam şeirin gücü. Şeirin yəni ya üstəgəl gücü mənsubiyyət. Birinci tərəfdə gəlir. Bu yəni halı. Sənin şeirin, sənin yəni hal, şeirin mənsubiyyət. Fikir verdiniz. Burada söz birləşməsinin birinci tərəfində gəlib yəni hal şəkilçisidir. Burada söz birləşməsinin ikinci tərəfində gəlib mənsubiyyət şəkilçisidir. Deməm o ki, mən burada şeirin sözləri bir dəfə hal şəkilçisi artırdım. İkincidə də mənsubiyyət şəkilçisi artırdım. Bu alınma sözü üçün fərq eləmədi. Mən ona hal şəkilçisi artıranda da kökdəki bu şeir, ikinci sahib düşdü. Mən ona mənsubiyyət də artıranda bu şeir sözündəki i düşdü. Alınma sözlər çox fərq etmir. Ona görə alınma sözlər güvənsizdir. Yəni söz özü təkcədir. Məsələn, tutaq ki, mənə testdə belə bilir. Yəni söz birləşməsi içərisində verir. Açıqca belə deyil. Şeir. Bir dəqiqə. Buradan yəqin ki, oxunmur. Bu biraz yuxarıdan gəlsin.
markerinde bərəkət yoxdur. Bugün alırsan, bugün bitir. Mesela şeri veya şerin fərqi yox. Belə. Mənə variantda bu söz verir. Söz birləşməsinin içərisində verilir. Sözü təkcə nədir? Mən burada nə qədər ki şerin sözünü cümlədə işlətməmişəm, mən qəti şəkildə əminliklə deyə bilmərəm. Bu haldır, yoxsa mənsubiyyət. Mən alınma sözü məcburam işlədəm cümlədə. Amma milli sözlərimizdə cümlədə söz birləşməsində işlətməyə ehtiyac yoxdur, gərək yoxdur. Kökdəki sayta baxıram. Kökdəki sayt durursa deyirəm 100% hal şəkilsidir. Kökdəki sayt düşürsə deyirəm əminliklə deyirəm ki bu mənsubiyyətdir. Amma alınma sözlərdə həm mənsubiyyət, həm də hal ikisini də artıranda düşür deyə artıq burada bir əminlik yoxdur. Məcbursan bunu söz birləşməsinin içərisində işlədəsən. Bir də sizə bir asan üsul deyim uşaqlar. Demək, baxın, variantlara baxırsınız, həmişə fərqli variant düzgün cavabdır. Sən baxırsan variantlara, tutaq ki, testin şərtini başa düşmədin, anlamadın sənə nə deyir. Baxırsan variantlara, əgər variantda 5 variant, 4-ünü alınma verib, birini milli veribsə, məlum məsələdir, sənin cavabın odur. Və ya 4 variantda milli söz verib, birini alınma veribsə, fərqli cavab düzgün cavabdır. Sənin cavabın odur, o təkcə fərqli olan sənin düzgün cavabındır. Belə, bir də bunu əlavə edeyim. Bu sözlər toplu testində var, qətiyyən sizi çaşdırmasın. Nağıl, taxıl, üfüq, müdir. Bu sözlər də 2 heyecanlıdır. 2 heyecanlı. Amma bunlarda səs düşürü yoxdur. İstər mənsubiyyət artırın, istər hal şəkilsi artırın. Bunlarda səs düşümü prosesi getmir. Bunların kökünə toxunuruq. Bu qədər kiminlə sualı olsa mesaj bölməsinə yazar.